Salam mərkəzi biz bugün sizə kimya 7-ci sinif 1.3 cansız təbiətdə olan mühüm elementlər səhifə 22 və 23-də olan düşün, müzakirə et, paylaş və öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın. Tapşırıqlarına baxacağıq. Gəlin ilk öncə düşün, müzakirə et, paylaşa baxaq. Böyük şəhərlərin zavod və fabrika olan ərazi havasının tərkibində karbon qazının və zərərli maddələrin miqdarı kifayət qədər çox olur. Sizcə nə üçün? Niyə? Çünki bu zaman fabrik və zavodlardan çıxan tüstülər karbon qazının əmələ gəlməsinə səbəb olur və bu zaman karbon qazı və dəm qazı da əmələ gəlmiş olur. Bu zamanda yəni dəm qazı zərərli bir maddədir. Ona görə də daha çox olur. Demək ki, bunun qarşısını almaq üçün nələr etmək olur? Məsələn, karbon qazının daha çox olmaması üçün nələr edə bilərik? Məsələn, ağaclar daha çox əkə bilərik və ağaclar, yəni də bitkilər, ağaclar və bitkilər karbon qazını udar və oksigeni və ötürərlər. Bu zaman daha yaxşı olar. Keçək, öyrəndiklərinizi tətbiq edin. Oksigen təbiətdə ən geniş yayılmış elementdir. Bunu necə əsaslandırardınız? Elə baxın, bu cədvəldən də göründüyü kimi əsaslandıra bilərik. Baxın, atmosferin alt qatı, düzdürmü? Tərkibində həm oksigen var, həm də tərkibində karbon qazı var və karbon qazının tərkibində də oksigen var. Litosferin üst qatı, qum və gilin tərkibində oksigen var. Hidrosfer sudan ibarətdir və suyun da tərkibində oksigen var. Yəni, hər birinin tərkibində oksigen mövcuddur. Ona görə də ən geniş yayılmış elementdir. Qapalı otaqda dərs keçdikdə otaq havasındakı qazların miqdarı necə dəyişir? Bu miqdarı əvvəlki halına necə qaytarmaq? Qapalı otaqda dərs keçdikdə karbon qazının miqdarı artır. Niyə? Çünki orada şagirdlər və müəllim tənəffüs etdiyi zaman bu zaman karbon qazını xaric edirlər, oksigen qazını udurlar, oksigeni udurlar. Və bu zaman karbon qazı daha çox yayılmış olur. Bunu əvvəlki miqdarını əvvəlki halına necə qaytarmaq olar? Məsələn, pəncərələri aça bilərik, qapını açmaq olar. Məsələn, bitkilər məsələn pəncərənin qırağına qoysaq yaxşı olar. Məsələn, karbon qazını udarlar, oksigen qazını verərlər, edə bilərik. Üçdə satışda olan içməli suların etiketlərinə əsasən onların tərkibində hansı metalların tuzlarının olduğu müəyyəndir. Bu metalların hansı miqdarına digərlərinə nisbətən çoxdur. Bunu biz məsələn marketə getdikdə satışda olan suların etiketlərinə baxaraq müəyyən edə bilərik. Yanımızda olmadığı üçün bunu etmək qeyri-mümkündür. Gəlin keçək, öyrəndiklərinizi yoxlayın. 1. Havanın hidrosferi yer qabığının tərkibi hansı elementlərdən təşkil olunmuşdur? Havanın. Demək, hava nədən təşkil olunub? Demək, havanın tərkibində karbon qazı var, oksigen qazı var və karbon qazı, yəni oksigen elementləri var. Demək, keçək, sonra hidrosferdir. Hidrosferdə hidrogen və oksigen elementləri mövcuddur. Yer qabığında isə oksigen, alüminium, kalsium, natrium, magnezium və digər bəzi elementlər vardır. Deməli, 2-də canlı orqanizmlər və cansız təbiəti təşkil edən hansı ortaq və fərqli elementlər var? Məsələn, cansız təbiət dedikdə məsələn maşın nəzərdə tutaq. Maşın metaldan hazırlanmışdır. Dəmirdən məsələn deyə hazırlanmışdır. Məsələn, canlı təbiətdə də oxşar olaraq, məsələn, insanlar orqanizmində də dəmir mövcuddur. Yəni, oxşar element olaraq, məsələn, dəmiri götürə bilərik. Məsələn, alüminiumdan hazırlanmış folqa, məsələn, onun tərkibində təbii ki də alüminium var. Məsələn, amma canlı təbiət, məsələn, yer qabığından başqa, məsələn, insanlarda falan, bitkilərdə falan alüminium yoxdur. Yəni, yer qabığında sadəcə var. Yəni, bunlara baxaraq deyə bilərik. Sağ olun dostlar, hələlik. Kanalıma abunə olub like atmağı unutmayın.